Qədim dövrlərdə insanlar hələ danışa bilmirdilər. Qəşək qız. Danışmağı öyrəndim. Paltarım da cırıldı. Danışmağı öyrəndim. Mən danışmağı öyrəndim. Danışmağı kəşf elədim. Beləliklə, sevginin gücü onu danışmağa vadar etdi. Yaxşı fırlatdın ha sevginin gücü. Sevginin gücü mənə danışmağı öyrətdi. O, böyük bir sevinclə danışmağını istifadə eləmək istəyirdi. Salam qəşək qız, bəlkə tanış olaq. Hatuta, anana, badına. Anana, badına. Ya bu söydü ha məni. Və o, bilmədiyi daha bir şey öyrəndiyinin fərqinə vardı. Qəbilədə tək danışa bilən adam o idi. Tək danışan mənəm. Kimdən danışım? Daşla divarla danışır. Ürəyim sıxılır. Nə dersən ay ata? İcucu, kapata, patata, patata. Nə dersən sən? Nə dersən? Nə deyir, gəlim onu kömək eləyim, od qalamağa, xarab eləyim, sən də məni danlayasan, Tarixin ilk pazlanan oğlu olum, gəlmirəm. Düdü. Ata ki atı, danışamır amma danlaya bilir ya. Təklikdən sıxılan bu adam artıq danışmağını əyləncəyə çevirmişdi. Bu da modelləri gərək dəyişimi. Bu da. Ay eşək baş. Ay soğan baş. Gülürüm mal. Başa düşmür ki nə deyirəm. Başa düşmür. Ay yəni eşək. Buyu. Yazı belə də yoxlayacam. Yaxşı adam. Ona bax, elə bilir ki, pis şey deyirəm. Yaxşı ki. Oy, bu desən təzədir. Yaxşı da, çıx get də. Bu təzə deyirsən. Ay dümbülüm. Mən də qaya. Şad oldum tanışdığımıza. Yox, mən dümbülüm deyiləm. Bir dəqiqə, sən danışa bilirsən sən. Mən elə bir qəbilədə ancaq mən danışa bilirəm. Bunu deyəndə, mən neçə aydır boş-boş gəzirəm. Danışa bilən var, səndən başqa danışa bilən var. Var. Kimdir? Bir dənə xoşum gələn qız var idi. Ona danışmağı öyrətdim. Mənə yox dedi, çıxdı getdi. Öyrənən kimi sənə yox dedi. Öyrənən kimi mənə yox dedi, da mən də qaldım belə. Başa düşmədim, sənin adın niyə dümbülümdür? Məndə sancaq var, gəl bunu sancaqlayaq. Mənim adım dümbülüm deyil, mənim adım yoxdur. Necə yoxdur? Yoxdur da ki, mən dünyanın bomba adını da qoysam, atam mənə belə çağıracaq. Nə o yerdə ad zat. Yox, indi tavı bildim, mən səni necə çağıracam? Doğrudan o düzdür. Sən mən necə çağırırsan? Ondan sən mən bir ad qoy da. Mənim belə bir təklifim var ki, gəl mən sənin adını Daş qoyum. Mən Qaya, sən Daş. Beləliklə, Daş Qayaya rast gəldi. Və onlar qərara gəldilər ki, qəbilədəki hamıya danışmağı öyrətsinlər. Qəbilədə hamıya danışmağı Gəl buna danışmağı öyrətməyətən olar. Hamıya öyrət, amma buna yox. Yox da, Ne yox. olar buna öyrətməyət?
ağzına gələn belə eləyir, nə olar bunu öyrətmək də. Mən başa düşürəm, amma ona danışmağı öyrətməmək ədalətsizlik olar. Çünki biz danışıq öyrənib bir-birimizi başa düşməliyik. Biz rəqib qəbilə ilə bıdış-bıdış edirik. Ona görə də bıdış-bıdışla uduzmayaq deyə biz bir-birimizi başa düşməliyik. Keçən dəfə danışmağı bilmirdik deyə nə qədər itki verdik. Olmaz belə. Gəl hamıya danışmaq öyrədək. Planlarımızı da deyərik, düzdür. Planlarımızı da deyək, danışmağımızı öyrədək. Beləliklə onlar ilk ibtidai sinif otağını qurdular. Aha, əziz qəbilə. Deməli, biz danışmağı öyrənməliyik. Bu mütləqdir. Mən artıq daşla, qumla oynamaqdan bezdim və təkamül elədim, danışmağı öyrəndim. Bu çox böyük bir üstünlükdür. Çünki biz danışa bilsək, düşmən qəbilənin qarşısında biz aciz görünməyəcəyik. Ona görə də biz danışmağı öyrənməliyik. Həm də bizim çox böyük bir problemlərimiz var. Əziz qəbilə, biz yemək istəyəndə belə eləyirik. Dişimiz ağrıyanda da belə eləyirik. Ona görə də acan adamın dişini çıxardırıq, dişi ağrıyan adama da yemək veririk. Qəbilədə ən təhlükəli hərəkət budur. Çünki ən yaxşı ehtimal belə göstərənin saçını qırxırıq, ən pis ehtimal yazığa kiçik toy eləyirik. Deyə yazıq qəbiləmizin əvvəlki başçısı istəyirdi ki, saçını qırxdırsın, belə elədi. Yazığı bastı, sünnət elədisin. Kiçik toy elədiniz adama. Ürək partladı, öldü kişinin. Hülə hey zat, bu nə oxuyur ha? Və beləliklə tarixin ilk qız dalınca maşınla düşən oğlanı göründü. Sənə deyirəm də, buna danışmağı öyrətməyək də. Ona baxır, hülə hey, hülə. Biz danışmağı öyrənməliyik. Niyə? Rəqib qəbilə ilə bıdış-bıdışımız var. Ona görə də öyrənmək lazımdır. Gəl hamıya öyrədək. Yaxşı, öyrədərik. Qulaq as, bu bıdış-bıdış nədir? Bəlkə bunun adına bir bazburutlu bir şey tapaq. Bazburutlu. Bu sözlərin ilk versiyasıdır da. Ona görə mən bıdış-bıdış deyirəm. Bəlkə bunun adını razborka qoyaq. Yox, razborka qoymayaq. Niyə? İndi dilimizə rus dilləri sözləri soxmayaq. Təhsilin ilk dövrləri yaxşı keçirdi. Artıq bəzi sözləri öyrənmişdilər. Demək, əziz dostlar, bu bizim sinifimizdir, sinif otağımızdır. Ata, denən, oğul. Fərasətsiz. Denən, oğul. Xeyirsiz. Atan dili dönmürə mənə oğul desin. Belə şey olar, bezmişəm sən nədir? Oğul denəndə. Bir dəqiqə deyək, sən atanla niyə belə danışsan? O sənin atandır. O elə belə adam deyil, o bu qəbilənin başçısıdır. Sən narahat olma, mən bir iki dənə söz öyrətmişəm. İndi mən öyrətdiyim sözlərdən deyək. Mən öyrətdiyim sözlərdən denən. Rüşvət. Onu mən öyrətməmişəm. Rüşvət nədir? Onu, o sözü mən öyrətməmişəm. Vəzifəyə keçən kimi öyrəndiyi birinci söz rüşvət sözü oldu. Özü öyrəndi o sözü. Yəni, rüşvət nədir ki? Rüşvət elə bil ki, bu bir nəfərə, bu qəbilə başçısına işin düşür. Ged sən onun yanına ki, mən bu işimi düz qoş elə. O daşın arasına 3-4 dənə yarpaq qoyursan, verirsən ki, ala bunu həll elə. Bax, ona rüşvət deyirlər. Oturum. Otur ata. Tau özü. Sağ ol öyrətməmişdim sən. Tau nədir? Tağol nədir? Çindən gəlib. Tuncay'ın gəlinindən xəbərin var. Nə olub az? Abba pişirənmiş. Daş dövründən mənim gözüm o qızdan vay içmirdi. Özü də yaman pıx idi. Ay mama. Pıx nədir? Buvva nədir? O da danışmaq öyrətmişəm sizə. Bunlar da 5 dəqiqə bundan qabaq bunlara danışmaq öyrətdim. O ki qeybət kəşf elədilər. Az danış. Akıl yerəm ha. Atava deyərsən ki, mağaraya gələndə bir dənə pəpəş alsın, 1 kilo da qaqqa. Bunlar dəyişək də. Bu qaqqa pəşisat nədir? Almışdım da qaqqa. Bir dəqiqə deyəni, sən özün niyə deyəmirsən ki, ataya danışmaq öyrətmişəm axı sizə? Biz küsülüyük. Mən ondan danışmıram. 5 dəqiqə bundan qabaq danışmaq öyrətdilər. Ucu danışmaq istəmir.
danışmıram da. Niyə? Çünki mənə heç vaxt yaxşı sözlər, xoş sözlər demir. Əsas da axır vaxtlar arada bərədə olurdu. Ay bala, ay mama, ay ana, bu təzə öyrənib danışmağı, bu sənə qəşəng söz nə desin? Cızza desin, puffa desin, nə desin? Kakku desin, nə desin sənə? Birim bilirəm, deyim. De. Lokko. Yaxşı, lok. Yox bir Marokko. Hə. Buna bax, sən niyə dərsə girmirsən? Niyə dərsdən qaçsan? Dedim də sənə buna danışmaq öyrətməyək də. Hə. Danışmaq öyrətməmişik buna. Niyə danışmırsan? Hə? Niyə özüm elə baxsan? Я вас не понимаю, как? Bu niyə rusca danışır, hə? Bu rus sektorudur. Hə. Что вы сказали сейчас? Hə, heç nə də dedim ki, niyə danışmağı öyrənmirsən? Danışmaq, dom, ev. Ev. Aa, mən bilir ev. Eli? Mağara. Yekə deşik mən orada Hə, qalır. deyən görün. Sən kimsən? Salam eləyirik. Salam verir. Tədris Yes, что я idarəsindən здесь. gəlmişəm. Yoxlamayam. Yoxlamaq. Bəli. Təhsil idarəsindən gəlmişəm. Yoxlamayam. 15 dəqiqədir sinifi qurmuşuq. Dili təzə öyrəndik. Nə tez təhsil idarəsi yarandı, ya? 17 dəqiqə olar yarandı. Buna baxın, 2 dəqiqə təhsil idarəsi yaradıblar. Yoxlayacağam, cərimələri yazacağam. O nə cərmi? Cızza aparatı var. Yox. Cızza söndürən var. Yox. Yandıran var. Yox. Nə var sizdə? Üfteçka var. Ufteçka nədir? Üfteçka bu elə bil içində yara bandı zadı olur. Adamın qolu zadı uf olanda onu belə bağlayırsan da. Ufteçka. Bu sözlər dəyişək. Yaxşı, bu balalardan biri dursun bir şeir etsin görüm. Atası de, bala nədir? Heç vaxt təsəvvür eləyənməzdim. Daş dövründə etdi, bu olur. Atadur şeirdir. Yaxşı. Ay pipi qan quqqulu, gözləri yumuru quqqulu. Səhər tezdən quqquluyub anlayırsan, qoymursan bizi piş-piş eləməyə. Ay gözləri yumuru quqqulu. Piş-piş yaxşıydı, otur. Malades, bir. Oturun. Bir nədir? Bu boyda şeir deyib. Düzəməlli bir şey verdi. Hələ ki bir ballıq sistemdəyik, daha o tərəfə keçə bilməmişik. Ancaq biri bilirsiniz. Bir. Onda yaxşı. Otur. Bir, əla, bir aldım. Otur, bir kişiyə baxım. Elə bu yaxşıdır. Sabah bunu mənim yanıma göndər. Niyə? Tarix kitabının üz qabığı üçün şəkillərini çəkəcəm. İlk insan kimi. Ata tarixə keçdin, ata. Hə, yaxşı, əla. Yaxşı. Vaxt keçdikcə danışmağın fəsadları ortaya çıxmağa başladı. Mənə bax, mən orada nə tapdım? Mən getdim orada budaq var idi. Budağın üstündə gördüm ağac var. Ağac niyə var mən heç bilmirəm. Mən sonra yemək gördüm. Yeməyi biz yeyirik, yeyirik, yemək gedir bizim qarnımıza. Qarnımıza gedəndə nə olur? Nə baş verir orada? Mənə o proses çox maraqlıdır. Ona sən mənə başı salmalısan. Sonra biz yeyirik. Biz bütün gün ayaqyalın gəzirik də. Biz burada aşağıda. Hə, bir dəqiqə deyəndə nə olur? Sən dedin də buna danışmağı öyrətməyək də. Bir lifti sözlər deyir. Yığdıya boğaza nə çox danışır bu. Bu qədər çox danışmaq olar. Sabah bir gün verişə çıxıb deyəcək ki, mən çox danışıram. Sən mənə abijət elədin, mən küsür burada gedib uf olacam orada. Nə olacam? Çıxdı getdi. Uf olacam deyir. Dəyişək də bu söz. Uf olacam nədir? Uf olacam, nə ak olacam, buffa. Bunlara qəşəng söz tapmaq lazım. Bu qulaq as. Gör nə tapdım orada. Bu çox qəşəng bir şeydir. Bundan heç yerdə yoxdur. Sən bütün kontinentlər gəz, çay qırağı heç yerdə yoxdur. Bir dənə mən indi tapdım bundan. Bax, parıldayır. Bu nədir ki? Bu daş. Onu ver də mən. Niyə? Ver də mən saxlayım özümdə. Yox, mən bunu elə belə verəm. Mən bunu əziyyət çəkmişəm orada. Mammat məni az qala parçalayırdı orada. Nə qədər yarpaq versən bundan mənə verərsən? 5 yarpaq məncə bəsdir. Ala bu da 5 yarpaq. Sən bunu nə edirsən? Bunları da ver. Daşı ver, daşı ver. Ala görməmiş. Daşa bax. Nə qəşəng daşdır. Buna da Hə bu daşdır, bu elə belə daş deyil. Bu daşa 5 dənə yarpaq verib almışam. bir dəqiqə deyən, bu daş dövrdə yaşayır. Hər yerdə daş doludur. Doludur onu. Danışıq tarixin ilk avam insanını ortaya çıxartdı. Tarixin ilk səfihi, ilk axmağı, ilk loxu. Hə bildik, yaxşı. Mən orada düşmən qəbilə ak elədi.
Cəmaatın uşağı ağlaya-ağlaya gəlir. Mənim atam ağlaya-ağlaya gəlir ki, mən ak elədilər. Üstümüzə gəlirlər orduyla. Hayda. Gedin siz olaq elin. Kes bura, kes. Keçdi. Ya da kes ora. Keçdi. Ya da çıx get yaşlar. Qərara gəldi. Qəbilə, hamı bura gəlsin. Qəbilə! Adam çağırırsan. Qəbilə! Qəbilə yığışın bura. Qəbilədə bir dənə kişi qalmayıb. Atam var da. Atam bəsdir. Əziz qəbilə, deməli bizim bir nəfərimizi ak eləyiblər. Bəli, özü də bunu düşmən qəbilə eləyib. Biz bu akın qarşısında boş dayana bilmərik. Bəli. Əziz qəbiləm, bugün bıdış günüdür. Bıdış günüdür, bıdış! Nəm eləyib bıdışa getməliyik. Nam, dalıca da bıdış! Buvalarımızı içək. Buvalarımızı içmək! Oldu, nəysə, qədim dövrdə ola bilər. Sinxronı hələ öyrənməyiblər. Eşidirsən? Hə. Sən danışırsan belə. Belə deyirsən. Amma rəqib qəbilənin özünün bıdış marşı var. Bıdış marşı? Bıdış marşı. Nədir ki ondan bıdış marşı? Onların bıdış marşı belədir. Bip pap pap parap pap. Pap pap parap pap. Bip pap pap parap pap. Pap pap parap pap. Bip pap pap parap pap. Pap pap parap pap. Hə, yadıma düşdü. Onlar gələndə eşitirdim. Üzü başlığı belə başladı. Skadı belə. Qulaq as. Onda bizim də bıdış marşımız olsun da. Olsun bizim Amma bıdışımız. milli bir şey olsun. Necə olsun, nə cür olsun? Dəbidi. Çay gəlsin. Yox. Çay gəlsin yığışdır. Adam onu eşləndə döyüşə getmək istəmir. İstəyir otursun çay içsin. Hə, düzdür. Onu yığışdan o çay Onda dəbidi getdi belə. Hə, sür. Getdi, yox ya. Marşımız da var. Gəl bura. Getdik. Hazır olun. Qəbilə irəli. Dəbidi. Hadi, getdik! Hə, bunları irəli sözünü öyrətməmişdim. Çıxdılar, yetdilər arxaya. Qaldıq. Və bu qəbiləyə rəqib qəbilənin başçısı gəldi. Bu tərəfdəyəm. Mən bunları böyük təsəvvür edirdim. Bu cıtdan da nağıldan qaçıb gəlib. Eşitsən, deyirəm o sən məni görəndə ki mırtdaşdın ha. Mən deyirəm mırtdaşım bundan. Mırtdaş. Ay eşşək! Ay soğan baş! Başa düşmür oğlum. Başa düşmür. Bal baxır. Mən nə sənə? Bunlar danışa bilir ha. Danışa bilsən sən? Hə, danışa bilir nədir? Biz qafiyə ilə söz deyirik. Nətədir? Bir də bunu saxla. Kimdə varsa güclü təpər yaxşıdır. Qalib olar kimdə təpər yaxşıdır. Qalib olar kimdə təpər yaxşıdır. Güclü gəlmişik bu səfər yaxşıdır. Ak eləyəcəm sözümlə mən sizləri. Ufu olanın getməyəcək izləri. Ufu olanın getməyəcək izləri. Məhv eləyir bu oğlanın sözləri. Məhv eləyir bu oğlanın sözləri. Sağ qalarsa bir iki nəfər yaxşıdır. Sağ qalarsa bir iki nəfər yaxşıdır. Hələ ki çox inkişaf elətdirə bilməmişik, bir bənd deyə bildik. Gələcəkdə 5-in dalbadal deyəcəyik. Ağlıma belə bir veriliş gəldi. Daş-daşa. Bal oları. Əla. Özdə məzəb bir şey deyim, bununla mən gələcəkdən Range Rover alıb aşırda bilərəm ha polunu. Mən qara Range Rover verəm. Və beləliklə tarixin ilk baləlisi əmələ gəldi. Bir dəqiqə. Siz danışmağı necə öyrənmisiniz? Mən eləmişəm, hamısını öyrətdim, nə bilirdim. Sən öyrətmisən bunlara danışmağı? Bax bu elədiyinə ad qoyanmadığım oğlan var. Sizdən bizə gəldi, danışmağı da öyrətdi, sizin planınızı da dedi, biz də meyxaniyə kimi getdik.
Və beləliklə danışmaq tarixin ilk satqınını üzə çıxartdı. Bir dəqiqə, sən satmısan bizi? Niyə satdın bizi? Mənlə bu qəbilədə heç kim danışmırdı. Ona görə satdım, yaxşı elədim, zor elədim. Da. Danışmayanda gəlib satırlar, hə? Ha, başqa neyiniyim? Dedim də sənə bu vaxtında bana danışmaq öyrətmək də. Ən axmaq şeyləri bu elədi. Bir dəqiqə, biz əvvəl danışa bilmirdik, ona görə bir-birimizi qırırdıq. İndi danışa bilirik axı. Bir-birimizi başa düşə bilirik də, düz demirəm? Düzdür. Ona görə də biz niyə dalaşırıq, nəyə lazım, nəyə davadalaş? Bir-birimizi danışaraq başa düşə bilərik də. Gəlin deyirəm, bu davadalaşı yığışdıraq, qəbilələrimizi birləşdirək, bir yerdə yaşayaq, sülh və əminamanlıq içində yaşayaq. Əl-altın bir daha bunu saxla. Əl-altın olub o sənin. Bana, mən sənlə razıyam. Eşsən. Çox gülməlisən o. Sibircan oxşayır ha. Nasılsa qadın müğənniyə oxşamır. Burası bığı var. Şokolad korobkası üstündə yaxşı nəsə. Bundan sonra mən də qəbilələr arasında barış elan eləyirəm. Zor eləyirsən. Bravo. Bravo. Hadi atam gəldi. Oğlum, Hə. ne oldu? Bıdışı utduq. Sən hardaydın? Bıdışodduq, hardaydın? Orada. Gəlib gizlənmişdin, hə? Ha. Mənim atam niyə belə deyə? Mən sənə bir dənə söz deyim. Çox heyif ki, bu sənin atandır. Bu sənin atan olmasaydı, mən təzə 3-4 dənə söz öyrənmişdim. Onu deyərdim buna qəşəng sənə, amma heyif ki, demək istəmirəm. Və beləliklə tarixdəki ilk ata zarafatının təməli qoyuldu. Və bütün qədim insanlar anladılar ki, danışmaq gümüşsə, susmaq qızıldır.